48-ci sualda kütləsi 10 kiloqram olan cisim bloklar sistemi vasitəsilə 0,5 metr bölü saniyə kvadratı təcillə 0,4 metr hündürlüyə qaldırılır. İpin sərbəst ucuna təsirdən F qüvvəsinin işini hesablayın. J-nin qiyməti 10 verilmişdir. Burada fikir verməli olduğumuz məqam odur ki, şagirdlər bəzən götürürlər, bloklar sisteminin qüvvə təsiri və qazanc verdiyini baxırlar və buna uyğun olaraqdan da işin düsturunu verirlər. Yadınızda saxlayın, iş heç vaxt dəyişmir. Yəni, qüvvə təsiri və qazanırıqsa məsafədə bir o qədər dəfə itiririk, amma işdə qazanc yoxdur. Biz burada A təcillə yuxarıya doğru hərəkət var deyə A-nın düsturunu A bərabərdir, M vurulsun, J plus A vuraq H-la hesablamalıyıq. Yəni, 2 dəfə qazanc verir, tutaq ki, deyəndə götürüb 2-yə bölürlər şagirdlər. Burada səhvlik edirlər. 2-yə bölməməliyik. İstəyir 4 dəfə qazanc versin, istəyir həmin bloklar sistemi 6 dəfə qazanc versin, fərqi yoxdur. A təcili yuxarı hərəkətdə düstur bu şəkildə olacaq. A təcili aşağı hərəkətdə isə düsturda çıxaq yazmalıyıq. Aha, gəlin indi hesablayaq. M 10-dur, J 10-dur yenə. Üstə gələk, A-nın qiyməti 0,5, vuraq H-ın qiyməti 0,4-dür. Baxın, 10 üstə gələk 0,5, bizə verəcək 10,5. Vuranda da ona 105 edəcək. Aha, 105-i vururuq 10-da 4-ə. 2-yi ixtisar aparıram, sürətdə qaldı 2, məxrəcdə qaldı 5. 105-i də 5-ə böləndə məxrəcdə 1, sürətdə 21 qaldı. 21-i də vuracaq 2-yə, o da bizə verəcək 42. Yəni, burada cavab olacaq B bəndi.